Salam aleykum, kanalıma və videoma xoş gəlmişsiniz. İnələr indi sahədən gəldi. Şşt, ho, ho, ho. Oh, hayırlı. Ho, ho. Ho, ho, ho. Mən bunları bağlayıb gəlirəm. Və inəkləri bağladım. Limon da buradadır. Paşa da buradadır. Və video başlığından da gördüyünüz kimi çiftliyə niyə inək almırıq? Çünki mən bir ildən sonra burada olmayacağım. Çiftlikdə 1 il 6 ay sezonu başlayacaq mənim üçün. İnək alsaydı bir dənə alarıq. Bunlar kimi südlü inək alarıq. Bunlar yerli inək olmayına baxmayaraq çox südlü heyvandılar bunlar. Ona görə çiftlikdə qalıblar. Bu da onun balasıdır. Birinci qarnına doğub. Birinci qarnın olmayına baxmayaraq südlü heyvandır bu da. Bu da dəli paşamız. Və ona görə də çiftliyə heyvan alınmır. Alsaq da çiftliyə bir dənə inək alarıq, südlü inək bunlar kimi və bitər. İnşallah gələndən sonra çiftliyi heyvanla dolduraram. O da təxmini neçənci ilə gəlir, satır. 2028-ə falan, 28-ə gəlir, satır. Belə. Ona görə də çiftliyə inək almıram. İnək almırıq, daha doğrusu. Məndən də böyüklər var. Çiftliyin yiyəsi var, sahibi var. Evdəkilər yəni, sahibi demişkən, evdəkilər yəni. Belə. Paşa, ay paşa, neyniyək? Böyük ihtimal mən getmədən öncə paşanı satıb gedərəm. Ona kimi bir yaş 6-7 aylıq olar. Paşa, ay paşa, vəziyyətin bir yanları səliqəyə salın. Bir yanlar darmadağındır, nə gündədir. Bir yanları təmizləyim və videonu davam elətdirim. Bunları təmizləyib gəlirəm. Və bu yanları təmizləməyə başladım. İndi bunları arabaya yükləyib ataram. Limon. Bu iki inəkdə bir dənə bir şey var. Onu həm tapa bilməmişəm. Buynuzları ağ-qaradır. Belə ucları qaradır. Bunun uşağında da oldu, yəni uşağında da oldu, bax belə ağ-qara. Yəni bilinir ki, onun balasıdır. Maraqlı bir şeydir. Limonda da məncə belə olar. Kuti, biti, limon. Kuti. Bunlar heç, bunların cinsini öyrəndim. Sağ olsunlar, yorumda yazmışdılar. Bunun cinsini yazmışdılar.
Bu da onun kimi şeydir. Bu da həmin cinsdəndir, mənim bildiyim qədərilə. Amma bunun cinsini öyrəndim. Yorumda yazmışdılar, sağ olsunlar. Bunun anası qoca idi, satıldı. Axırında son balası bu idi. Həm də qoca olmayına baxmayaraq qısır getmişdi deyək. Bunun anası İvanovkadan dönmə idi. İvanovka idi demək olar. Amma yenə də satdım. Satıldı yəni. Limon. Ay limon vəzi. Hə. Biri dəli idi, indi ikincisi dəli olur. Ha? Bunları gərək çölə bıraxaq. Havalar yaxşıdır. İstiyə doğru gedir. Qaranquşlar gəlirlər. Və burada 1, 2, sonra 3, yenə də var. 3-4 dənə burada qaranquş yuvası var. Qaranquşlar gedir, sərçələr gəlir. Sərçələr gedir, göyərsinlər gəlir deyək. Belə. Çiftlikdə nə axtarsın var. Çiftliyin bir dənə toyuğu var. O da hədiyyə idi. Çiftlik hədiyyəsi idi. Hardadır heç bilinmir. Hara girib. Paşa, neyini? Təmizləyək onları. Və inəklərin bozalarının altını təmizlədim səliqə ilə. Çiftlikdən çıxanda da bir dəfə də təmizləyəcəyəm. Və bir də axşam gəlib inəklərə baxacağıq. Ya mən gələrəm, ya evdəkilər gələr. Paşanın qabağına ot töküm. İnəklərə yem verim. Axırda su süpürmək və çiftlikdə işim bitdi. Çiftlikdən çıxanda qabaqlarına ot tökürlər. Gələndə isə rahat olur. Özləri yeyirlər, gələn kimi ota cumurlar deyək. Yeyirlər. Və axşam qabaqları boş olanda qabaqlarına ot tökürük. Paşaya ot töküm. Sonra inələrə yem verim. Axırda da süpürüb çiftlikdən ayrılacağam. Və inəkləri də indi sağlar. Limon. Bəzi. Və yaz gəlir. Yaz gəlib, yay gələcək sonra. Yay gələndə həm yaxşı, həm pis olur yayın gəlməyi. Çünki inəkləri çiftliyə gətirə bilmirəm. İnəkləri gətirə bilmirəm, yox, tapa bilmirəm inəkləri. Qaranquş oturub orada. Yayda sahəyə gedəcək. Ağıllı olsa gedəcək. Belə. Limon da həmçinin. Limon hələ balacadır. Və bu çiftlikdə bir şey var ki, ən böyük problemlərdir. İllərlə yaşayırlar. Mən 3 ildir bu çiftliyə gəlirəm. Yəni də uşaq vaxtından gəlirəm, amma 3 ildir özüm də inəklərlə məşğul oluram deyək. Buzovun birini buraxsam, biri məliyir. Arxasıca və axşama kimi məliyir, dayanmır. Məsələn üçün,
limon evdə qalsın, paşanı buraxam çölə, sahəyə. Bir həftə də olsa mələyəcək evdə. Bir həftə mələyəcək. Yəni o məni də buraxın sahəyə kimi olur. Ən çox da məsələn üçün bir erkək bağlamısınız deyək, paşa kimi dəliləri evdə saxlayırsınız kökəltməyə falan. Və bozanı buraxırsınız, bu da başlayır mələməyə və görürsünüz 2-3 gün mələyir. Görürsünüz ki, hər kəsi narahat edir. Ona görə bunu da buraxırsınız inəklərlə və bu 80 kilodursa 2 həftəyə, 3 həftəyə bir də görürsünüz ki 60 kilo oldu. Arıqlayır. Ən böyük problem də budur, onu da deyim. Ya məsələn bir inək balası 6-7 aylıq olanda digər inək doğum yapsa elə olur, elə yaxşıdır. Həmin balaca bala ilə qalır. Paşanın dayısı var idi, shorts videolarını izləyənlər bilər keçmişdə. O bunlarla ayaqlıq edirdi. İndi onların şəkilləri olsa qoyaram bura. Bunları buraxdıq. Birinci bunu buraxdıq. Bir həftədən sonra bunu buraxdıq. Onu buraxmadıq da kök idi deyək. Təxmini bir 70-80 kilo olardı. Təxmini bilmirəm. Evdəkilər belə demişdilər mənə. 70-80 kilo, hə. Və onu buraxdıq, məcbur olduq. Bir həftə dayanmadan mələdi və heç kimi narahat edə bilmərik də. Biz də məcbur onu buraxdıq. Satmadıq, buraxdıq. Və bir həftəyə 10-15 kilo arıqlamışdı. Belə çəkisi düşmüşdü də bayağı bir. Keçmiş videoları izləyənlər bilər. Onu ilk buraxdığım videoda var, orada. İlk videomda var, onu buraxdığım günün səhəri video çəkmişdim. Və bir paşanın dayısı satıldı videosunda isə onun arıqlamağını görərsiniz. Arıqlamışdı. Və bunun anası ilə, bacısı ilə satdıq onu da yan-yana. Üçünü bir yerdə satdıq. Nə oldu? Öskürdü. Belə. İndi bunları yemin verəm. Və yavaşdan videonun sonuna gələk. Bu video inəklər niyə alınmır, niyə satılmır oldu. Və yavaşdan videonun sonuna gəldik. İndi inəklərə yem veriləcək. İnəklər sağılır. Bu video niyə inək alınmır haqqında oldu. Və like atmayı, abunə olmayı unutmayın. Sağ olun, görüşənədək.